Salam, xoş gördük hörmətli izləyicilər. Bu gün sizə əsas mövzulardan biri olaraq bəyannamə verilən zaman diqqət edilməli nüanslardan birini qeyd edəcəm. Deməli, biz sonuncu olaraq ƏDV 2025 may ayının bəyannaməsini vermişik. 14.000 öhdəlik yaranıb və həmin öhdəlik bizim artıq ödəməmizdən çıxıb. Bizdə vəziyyət əgər başqa cür olsaydı, artıq ödəməmizdə bu və ya bundan az ödəniş olsaydı və ya hesabladığımız bəyannamənin rəqəmi daha çox olsaydı, bu zaman hər hansı bir tutaq ki, bizə uyğunsuzluq gəlibsə, biz uyğunsuzluğa dəqiqləşmə verdiyimiz zaman mütləq şəxsi hesab vərəqəyə baxıb daha sonra bəyannaməni verməliyik. Niyə? Çünki vergi orqanının sistemi bizdə olan son bəyannaməyə kameral vura bilir və bu kameral düzdür 5 iş günü, 5 gün ərzində olsa belə, bəzən vergi ödəyiciləri 5 iş günü vaxt verməsinə baxmayaraq daha tez də kameralın vurması halından rastlaşıblar. Buna görə də verdiyiniz hesabatları yenidən dəqiqləşmə etməzdən əvvəl mütləq şəxsi hesab vərəqədəki məlumatlarla rastlaşın. Belə ki, siz əgər dəqiqləşmə verib məsələn əlavə bir 10.000, 20.000 öhdəlik yaradırsınızsa, normalda sizə əlavə öhdəlik kimi 10.000, 20.000 məbləğ düşəcəkdir. Lakin sizin ümumi bəyannaməniz 30 neçə min öhdəlik yarandığı üçün və sizin şəxsi hesab vərəqənizdə kameral bəyannamə olduğunuz üçün, baxmayaraq ki, siz 10.000, 20.000 tutaq ki, öhdəliyi artırmısınız, lakin yenə də sizə 34.000 borc düşəcəkdir. Çünki vergi sistemi elə bir qurulmuşdur ki, siz istədiyiniz zaman azalma verə bilmirsiniz. Əgər vergi orqanı tərəfindən kameral bəyannaməyə hesablanıbsa, qərar verilibsə, onun üzərinə verilən bəyannamələrdə azalma həmin an təsdiqlənməyə bilər. O halda təsdiqlənə bilər ki, bu vahid muzlu hesabatlarda ola bilər və ya digər bəzi hesabatlarda ola bilər. Sırf ƏDV və ya mənfəət vergisi ilə bağlı olan hesabatlarda son bəyannamə əgər kamerallıdırsa, bu zaman sizin verdiyiniz bəyannamə hər hansısa bir məsələn, tutaq ki, kameral vergi yoxlaması tərəfindən 10.000 hesablama gedib, sizin verəcəyiniz bəyannamə 8.000 hesablama gedəcək. Bu zaman siz düşünürsünüz ki, 2.000 azalmaya düşəcək, lakin bu belə olmur. 10.000-in üzərinə bir dənə də 8.000 gəlir, üstünə şəxsi hesab vərəqənizdə 18.000 borc olur və ya 18.000 artıq ödəmədən çıxmış olur. Baxın belə. Bu hansı hallarda baş verməyə bilir? Sizin artıq ödəmənizdə yaradacağınız ümumi öhdəlikdən daha az, daha çox artıq ödəmə olduğu hallarda bu zaman vergi orqanının sistemində şəxsi vərəqədə əlavə hər hansı bir borc düşmür. Lakin heç bir azalma da getmir. Sadəcə verdiyiniz bəyannamə hesablanma və qabağında boş düşür. Və əgər vergi orqanının uyğunsuzluğundan və abistənkənar yoxlamadan keçdikdən sonra vergi orqanı öz kameralını ləğv edərək sizin son bəyannamənizi təsdiqləyir. Baxın belə. Ona görə də mütləq bəyannamə verməzdən əvvəl şəxsi hesab vərəqəyə baxın ki, son təqdim olunan hesabat kamerallı olmasın və artıq ödəmənizdə də kifayət qədər pul olsun ki, sizə borc bildirişi gələn zaman banklarınızdan lazımi olan pulları tutulmasın. Bu günlük bu qədər. Çox sağ olun.